Salamlar dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əfsanə. Əgər kanalıma ilk dəfə gəlirsinizsə, kanalda daha çox Balidə yaşam, tək səyahət və Asiya ölkələrini tək səyahət edən zaman yaşadığım əhvalatları, başıma gələn hadisələri və məsləhətləri paylaşıram sizinlə. Mən artıq 3 ildən çoxdur ki, tək səyahət edirəm və bu yolda çox maraqlı hadisələr yaşamışam. Tək səyahət mənim həyatımı dəyişibdir. Ona görə də sizinlə də bölüşməyə başlamışam. Bugünkü videomuzun mövzusu Bali haqqında olacaq. Mən bundan əvvəlki videoda danışmışdım ki, Baliyə getmədən öncə bilməli olduqlarınız, Balidə bir aydakı yaşam xərcləri. Bugün isə danışıram ki, Baliyə köçmək istəyirəm, amma Balinin hansı hissəsində yaşamaq bilərəm, Balinin hansı hissəsində yaşamaq mənə uyğundur, həyat tərzinə uyğundur. Bugün sizinlə Balidə 5 hissəsi haqqında danışacağım ki, buradakı müsbət tərəflər, çatışmamazlıqlar kimlər üçün idealdır, kimlər üçün uyğundur, qiymətlər necədir və siz öz həyat tərzinizə uyğun yerləri seçə bilərsiniz. Getmədən öncə sizin məlumatınız olsun. Gəlin başlayaq. Birinci sıraya mən qoyuram Ubudu. Ubud Balinin daha çox mərkəzində yerləşən, yəni ki, Gianyar ərazisi Balinin ümumiyyətlə mərkəzi sayılır və Balidə ora çox yaxın yerdə yerləşir. Ümumiyyətlə Ubud Balidə dünya üzərində deyilir ki, ürək çakrasının mərkəzi sayılır və bundan da ki, başa düşə bilərik ki, Ubudda daha çox spiritual, ruhani, meditasiya, yoga, təbiət, yaşıllıq, sağlam həyat kimi üstünlükləri var. Mən Balinin daha çox Ubud hissəsində yaşamışam, vaxtımın çoxunu da keçirmişəm, evim orada yerləşirdi və daha sonra qeyd edəcəm ki, Balinin daha hansı hissələrində yaşamışam, amma mən daha çox Ubud ərazisində yaşamışam. Ubudda daha çox yoga studiyaları, meditasiya, spiritual praktikalar kimi burada eventlər var və daha çox bu sahə üzrə maraqlı olan insanlar da evlərini orada tuturlar, burada yaşayırlar. Çünki çoxlu sayda dünyaca məşhur yoga studiyaları burada yerləşir. İşində professional olan müəllimlər burada dərslərini keçirlər və siz də gedib orada həm praktik edə bilərsiniz, həm öyrənə bilərsiniz, həm də ki, yeni təcrübələr qazanmış olarsınız. Bundan başqa Ubudda daha çox yaşıllıq, təbiət, şəlalələr, hər tərəf təbiətlə, ağaclıqla, yaşıllıqla əhatə olunubdur və burada daha çox ruhani sizin gedə biləcəyiniz məbədlər, təmizlənmək üçün, şəfalanmaq üçün gedə biləcəyiniz şəlalələr, məbədlər daha çox Ubuda yaxın yerlərdə yerləşirlər və ona görə də mən Ubudu çox sevirəm. Ubudun ümumiyyətlə enerjisi çox yüksəkdir, şəfalandırıcı enerjisi çox yüksəkdir və burada daha çox siz sakit həyat tərzini sevirsinizsə, təbiəti, yaşıllığı, daha çox vegan, vegetarian mətbəxlərin olduğu restoranlar tapa bilərsiniz, sağlam qidaların olduğu mağazalar, daha çox təbii daşların satıldığı, yəni ağlınıza gələ biləcək şəfalanmaqla bağlı bütün məhsulların satıldığı, restoranların olduğu, yoga meditasiya studiyalarının olduğu hər tipdə siz yerləri Ubudda tapa bilərsiniz və ümumiyyətlə Ubudda həyat tez sönür. Axşam bir 9-dan sonra, ondan sonra hamı yatır, səhər tez oyanırıq, tez yatırıq. Çünki daha çox yoga, meditasiya, sakit həyat, yavaşlamaq Ubud üçün uyğundur və mən Ubudda özümü çox yaxşı hiss edirdim həmişə. Amma bir məsələ var ki, Ubud daha çox belə, mən həmişə deyirəm ki, feminin enerjidir, yəni yavaşlamaq enerjisi. Ubudda daha çox sən hiss edə bilərsən kreativ, amma daha çox qurmaq, yaratmaq. Düşünürəm ki, sizə danışacağım növbəti Balinin hissələrində daha çox bu enerjiləri hiss edə bilərik. Ubud daha çox sənətkarlar, yaradıcılar, musiqiçilər, yoga, meditasiya, ilhamlandırıcı bir yerdir. Yəni, hər tərəfində sən ilhamlana bilərsən. İlham verici cümlələr, hər tərəfdə ilham verici rənglər, rəsm əsərləri, art, incəsənət, musiqi axşamları,
Çox qəşəngdir, çox qəşəngdir. Və ikinci olaraqdan mənim bir qədər yaşadığım, bir neçə yaşadığım Balinin ikinci hissəsi haqqında danışmaq istəyirəm ki, burada Canggu və Cangguya yaxın olan ərazilərdir. Mən daha çox Canggunun mərkəzində yaşamamışam, ona yaxın digər ərazilərdə yaşamışam ki, düşünürəm ki, orada daha çox sakitçilikdir, daha keyfiyyətlidir yaşam, daha yaxşı restoranlar, sağlam həyat tapmaq mümkündür. Cangguda siz daha çox tapa bilərsiniz dəniz, beach, daha çox ada həyatı, daha aktiv həyat, surf, gecə əyləncəsi, klublar, musiqi, əyləncə, digital nomad həyatı, yəni ki, uzaqdan işləyənlər kompüterləri ilə, burada restoranlar daha keyfiyyətlidir, yəni ki, internet daha yaxşıdır, daha çox communitilər hiss edə bilərsiniz ki, uzaqdan çalışan insanlar bir yerə toplayıb işləyirlər, daha çox idman zalları, gym, yəni ki, Canggu daha çox maskulin enerjidir. Ubudun əksi olaraqdan, Ubud necə ki, çox sakit, feminin enerjidir. Canggu isə daha çox belə aktiv, maskulin enerjidir. Mən Ubudda uzun müddət yaşayandan sonra hiss edirdim ki, mən artıq çox yavaşlamışam. Bir qədər aktivliyə ehtiyacım var və gedirdim bir neçə ay Cangguda yaşayırdım. Cangguda daha çox surf, dəniz, beach, belə cavanlar, gənclər görəcəksiniz ki, çox dinamik, hər kəs belə idman edir, sağlam həyat var orada da, belə yeməklər də, restoranlardakı yeməklər də ona uyğun, qurulub ki, daha çox proteinli, onların idmanını dəstəkləyəcək, sağlam həyat tərzini dəstəkləyəcək yeməklər var. Və həqiqətən, dostlar, mən bir şeyə çox inanıram. Olduğumuz mühitlər bizi çox həyatımızı formalaşdırır. O insanları gördükcə ki, ətrafımızda insanlar sağlam həyat yaşayırlar, hər gün idmanlarını eləyirlər, qaçırlar. Bir nöqtədən sonra artıq o sənin də həyat tərzinə çevrilir. Çünki hər yerdə o var və bir nöqtədən sonra sən də ona çevrilirsən. Necə deyirlər, biz həyatımızdakı 5 insanın, 5 dostumuzun ortalamasıyıq. Və həqiqətən Balidə ilhamlanmamaq mümkün deyil. Məsələn, Cangguda daha çox insanlar səhər oyanırlar, qaçırlar, dənizin kənarında yürüyüş edirlər. Və mən Balidə yaşayandan sonra artıq sağlam həyat mənim də həyat tərzimə çevrildi. Mən də tez oyanırdım, yoga dərslərimə gedirdim. Sağlam həyat, yeməklər, özümü çox yaxşı hiss edirdim. Həqiqətən həyatım dəyişməyə başlamışdı. Bu Canggu, dostlar, amma mən Canggunun mərkəzində yaşamaq sevmirdim. Çünki Canggunun mərkəzi çox turistikdir. Bali elə bir yerdir ki, adadır. İlin hər fəslində, hələ ki pik sezonlarda, yay sezonunda bura çoxlu sayda turistlər gəlir. Ona görə də mərkəzi hissələr çox səs-küylü olur, çox turist aktivitetləri görmək olur. Ona görə də mən sevirdim bir qədər Canggunun ətrafında olan kəndlərdə, daha sakit yerlərdə yaşayım. Bura daxildir Sese, bura daxildir Cemagi. Mən daha çox bu ərazilərdə yaşamışam. Çox qəşəng kafelər, restoranlar var orada, sakitçilik, yaşıllıq. Bir ki, bir qəsəbədir, hər kəs bir-birini tanıyır. Çox qəşəngdir, çox qəşəng yoga studiyaları da var. İşləmək üçün kafelər var, evlər çox qəşəngdir. Daha çox keyfiyyətli həyat tərzini, keyfiyyətli həqiqətən insanların, kommunitlərin yaşadığı yerlər tapmaq olar orada. Və bundan sonra isə mənim dostlarım orada yaşayır, mən o əraziləri bilmirəm. Daha çox Kedungu tərəflərdə var ki, deyirlər ki, hal-hazırda orada çox yaxşı bir vəziyyətdədir və Canggudan bir yarım saatlıq məsafədədir bu dediyim yerlər. Üçüncü yerə isə mən qoyuram Uluwatu. Uluwatu isə bir qədər daha çox Balinin cənub hissəsində, aşağı hissəsində yerləşir. Burada daha çox dəniz, beach, daha çox surf üçün bura gəlirlər. Professional surflə məşğul olan insanlar Uluwatuda yaşayırlar. Uluwatuda daha çox yüksək, şəraitli, qiymətli olan villalar var. Daha çox zəngin insanlar burada yaşayırlar. Kafelər, restoranlar daha belə elegant, yüksək səviyyədədirlər. Və burada da yenə yoga studiyalar var. Uluwatunun vibe'ı Canggunun vibe'ına bənzəyir, amma daha çox, daha luxury, daha bahalı, daha keyfiyyətli vəziyyətidir. Uluwatuda da yenə dediyim kimi dəniz, beach, aktiv həyat, daha çox belə yatırımcıların, zəngin insanların yaşadığı, sanki Canggunun bir qədər daha sakit, daha bir qədər az inkişaf eləmiş, amma eyni zamanda daha yüksək səviyyəli həyatın olduğu bir yerdir. Buradakı çimərliklər çox qəşəngdir. Eat Pray Love filmindən olan Padang Beach burada yerləşir. Uluwatu Temple burada yerləşir və bir qədər Uluwatu
daha xüsusi marağı olan insanlar, yəni ki, xüsusi bir qədər bahalı, daha böyük villalarda yaşamaq istəyən, daha çox sörfü sevən, daha çox oradakı communityləri sevən insanlar burada yaşayırlar. Uluwatu ümumi götürsək, sörf, dəniz, beach və daha çox bir qədər content creatorların yaşadığı, daha çox investorların, entrepreneur dediyimiz insanlar yaşadığı bir hissədir Uluwatu. Mən düşünürəm ki, Uluwatu qəşəngdir, amma mənim uzun müddətli yaşaya biləcəyim bir yer deyil. Çünki yollar daha çox enişli, yoxuşludur. Motorbike sürmək üçün bir qədər rahat deyil. Gərək çox professional olasan. Daha sonra isə bir qədər yerlər bir-birindən uzaqdır və düşünürəm ki, yeni-yeni inkişaf edir Uluwatu tərəfləri. Yeni-yeni orada evlər tikilir. Bir qədər mənə uyğun deyil. Mən bir həftə yaşayandan sonra darıxmışdım. Amma ki, sunsetləri, beach, daha çox aktiv həyat, belə daha gecə klubları, amma daha keyfiyyətli, daha elegant bir həyat tərzi istəyirsinizsə, Uluwatu çox yaxşıdır. Amma ki, o gedib axşamlar o sunseti izləmək, oradakı çimərliklər falan möhtəşəm idi. Balinin ən yaxşı çimərlikləri düşünürəm ki, Uluwatu tərəfdədir. Mən qoyuram Sanur tərəflər. Sanur tərəflərdə yaşam keyfiyyəti, qiymətlər daha uyğundur. Sanurdakı evlərin kirayəsi daha uyğundur, Sanurdakı kafe, restoranların qiyməti daha uyğundur və Sanur tərəfdə daha çox siz dəniz məhsulları yeməklərdə, dəniz məhsulları, çünki dənizin sahilinə yaxındır. Sanur isə daha çox şərq tərəfdə yerləşir Balinin. Cangul, Uluwatu qərb tərəfdə, Ubud ortada, Sanur isə şərq tərəfində yerləşir. Sanur daha çox Balinin liman hissəsidir. Çünki Sanur ərazisinə gedərəkdən siz gəmilər, botlarla Balinin digər adalarına gedə bilərsiniz. İndoneziyanın digər adalarına gedə bilərsiniz ki, hansı ki mən getmişəm. Nusa Penida, Nusa Lembongan, Lombok, Cil adalarına buradan getmək mümkündür. Qayıqlar, botlar vasitəsilə paylaşımlı botlar vasitəsilə getmək mümkündür. Bunları isə onlayn siz ala bilirsiniz. Bununla bağlı mən ayrıca bir video çəkəcəm. Ümumiyyətlə adalara necə getmək olar, biletləri necə almaq olar. Bugünkü mövzumuz isə bu deyil. Sanurda dediyim kimi qiymətlər daha uyğundur. Həyat daha yavaşdır, daha sakitçilikdir. Sanur ərazisinin üstün tutur o insanlar ki, daha yaşlı insanlar, ya daha sakit həyat sürmək istəyirlər. Orada belə yavaş, sakitcə. Çünki Sanur ərazisi çox sakitçilikdir. Sanki bir sanatoriya yeridir. Orada daha çox yaşlı insanlar gəlirlər ki, sakit, yavaş həyat tərzi keçirsinlər. Daha çox oradakı olan otellərdə elə sanatoriya tipli otellərdir. Sanur ərazisində böyük mol da var, dəniz kənarıdır, qəşəng sahili var, çox sakitçilikdir və Balinin belə beachlərində dalğasız suyu orada tapa bilərsiniz. Çünki Cangul, Uluwatuda dediyim kimi sörf üçün uyğundur. Çünki dəniz çox dalğalıdır, su çox dalğalıdır. Üzmək o qədər də asan deyil orada. Amma Sanur tərəfdə su dayazdır. Rahatlıqla üzə bilərsiniz, təhlükəsizdir və Sanur ərazisində dediyim kimi rahatlıqla siz restoranlar, kafelər daha uyğun qiymətli tapa bilərsiniz. Burada çox böyük bir mol var. Orada da siz belə alış-veriş edə bilərsiniz. Yəni müasir standartlara uyğun mollar var və daha yavaş, böyük bir sahili var. Sahil boyunca dəniz məhsullarının olduğu restoranlar var. Mən Sanur ərazisini çox sevirəm. Belə Balinin bir qədər səs-küyündən uzaqlaşmaq istəyib, yavaşlamaq istəyəndə Sanur ərazisinə gəlirəm. 1-2 günlüklə dincəlib gedirəm. Çünki 2 gündə çox olub, 1 gün səhərdən axşama dincəlirəm, gedirəm. Və son olaraq da 5-ci yerdə Balinin daha mərkəzindən uzaq, daha sakit həyat tərzi keçirmək istəyirsinizsə, mən sizə Balinin şimal tərəfini məsləhət görərəm. Bura turistlərin az yaşadığı, xüsusi communitylərin yaşadığı yerlərdir. Burada mən ən çox sevdiyim tərəf Amed hissəsidir. Balinin daha şimalında yerləşir. Burada az turistlər var. Ameddə daha çox siz sevirsinizsə diving eləməyi, snorkeling eləməyi, dənizdə vaxt keçirməyi, bu cür aktivitelər sevirsinizsə, sizin üçün Amed ideal olacaq. Mən Amedi çox sevirəm. Çox kiçik community var, çox kiçik bir qəsəbədir, amma turistik deyil. O deməkdir ki, hər şey o qədər də əlçatan deyil. Az sayda kafelər var, az sayda restoranlar, az sayda gedə biləcəyiniz cimlər, yoga salonları var.
Amma ki mənzərə möhtəşəmdir. Həyat bir qədər dediyim kimi əlçatan deyil, taksi xidmətləridir, onlayn sifarişlərdir, o qədər də çox yayılmayıbdır. Çünki yeni inkişaf edir, yeni turistik tərəfə çevrilir. Amma mən Amidi çox sevmişdim. Belə açıq havada cimlər var idi, kiçik communitilər var idi. Hər şey tapmaq olur, yəni masaj salonları, kafe, restoranlar. Amma Ubudun mərkəzindəki Jungle Uluwatu, Ubud kimi deyil orada. Orada daha az turistlər yaşayır, daha kiçik communitilər və dediyim kimi insanlar daha çox divingə, snorkelingə gəlirlər. Mən dostumla getmişdim, möhtəşəm idi belə. Ən dayaz yerində belə dənizin snorkeling eləyib, rəngli çoxlu balıqlar görmək olur. İndi düşünün, diving eləyən insanlar nələr görür, nələr. Gün batımı möhtəşəm olur. Daha çox belə kənd tipli yerdir. İnsanları cana yaxındır, çox yaxşıdır. Çox sevirəm mən Amidi. Düşünürəm ki, əgər uzun müddətli yaşayası olsam və belə bike falan da sürə bilirəmsə, motorbike, mən düşünmədən Amiddə yaşayaram. Çünki orada dediyim kimi taksi xidmətləri falan yoxdur. Gəlir ki, öz bike'ınızı özünüz sürəsiniz və yaxud da ki, dost tanışınız olsun ki, sizə kömək eləsin. Sağ olsunlar, bizim qaldığımız oteldəki dostlar bizə kömək eləyirdilər, bizi sürüb aparıb gətirirdilər. Amma ümumiyyətlə dediyim kimi, çox əlçatanlıq yoxdur orada. Bir də dostlar, şimal tərəfində mən heç olmamışam. Lovina deyə bir yer var. Lovinaya da daha çox gedirlər tur, delfinləri görmək üçün. Sunrise-da, günəş doğumunda gedirlər. Delfinləri görmək üçün qayıqda belə açılırlar dənizə, delfinləri görürlər. Lovinada yenə Amidə oxşar, daha az insan yaşadığı, daha sakit, daha az turistin olduğu bir hissədir. Və düşünürəm ki, Lovina, Amid tərəfləri uzun müddətli sakit yaşam üçün, daha belə kənd həyatı hiss etmək istəyirsinizsə, ideal yerlərdir. Dostlar, bu qədər. Bu 5 yer: Ubud, Jungle Uluwatu, Sanur və Balinin şimalı. İndi siz də özünüz baxa bilərsiniz ki, sizin həyat tərzinizə daha çox hara uyğundur və oranı seçə bilərsiniz. Balinin digər fərqli yerləri də var, fərqli adaları da var. Onlar haqqında növbəti videolarda danışacağım. Bu 5 ərazi isə Balidə ən çox turistlərin seçdiyi, məşhur olan yerlərdir. Ümid edirəm ki, sizə köməyinizə çatacaq. Belə dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər bu video sizin üçün faydalı oldusa, videoyu bəyənməyi unutmayaq və kanalıma da abunə olmağı unutmayaq. Çünki dəstəkləriniz mənə çox motivasiya eləyir və bu videoları da çəkmək üçün mənə həqiqətən böyük bir motivasiya gəlir ki, daha çox videolar çəkim. Özünüzə yaxşı baxın. İzlədiyiniz üçün sona qədər təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər Bali haqqında daha çox videolar gələcək. Səyahət haqqında videolar da gələcək. Və sizin üçün çox yaxında bir sürprizim də var. Çox faydalı sizin üçün bir xəbərlə gələcəm. Növbəti videolarda görüşənə qədər sağ olun.